Ramazanda sən oruç tutmaqla qiyaməti təcrübə eləyirsən, yoxsa bəzi hədislərdə gəlib. Deyib, Allah Ramazan orucunu ona görə insana vacib elədi ki, qiyamətin aclıq, susuzluğun insanın yadına salsın. Həm də ona görə vacib edib ki, insan Allahın hakimiyyətini daha da yaxından tanısın. Bir məclisdə oturmuşduq, bir nəfər baxırdı süfrəyə, süfrə düzülüb, iftar vaxtına az qalır, hamı gözləyir. Heç kəsin ixtiyarı yoxdur ki, əl uzatsın. Meyvə qalıb orada, yemək qalıb orada, özdə ac adam ola, iftara da az qalıb, daha qədər sadə baxır belə. Bir nəfər gözəl bir söz dedi, gör, hökmə bax, hökmə bax. Vaxt tamam döyülsə, əli uzatmağa ixtiyarın yoxdur. Allah bizə bunu göstərir ki, bəndə, səndə ixtiyar yoxdur, mülk mənimkidir, istək mənimkidir, sən istəsən də iznin yoxdur. Adam var, danışır, birdən yalan danışmaq istəyəndə nə deyir? Deyir, orucam. Birdən əyri danışmaq istəyəndə deyir, orucam. Ayə qiyamətin günü barəsində nə deyir? Deyir, izin verilməz onlara danışmağa, birdən verilsə də doğrudan başqa bir şey danışmazlar. Qiyaməti təcrübə edirsən, yoxsa yox, orucluqda. Belə demək mümkündür, Ramazan bir qiyamətdir. Sözün hər iki mənasında qiyamətdir. Ramazanı Allah yaratmaqda qiyamət eləyib. Ki, bəndəsi üçün nə yaradıb, nələri xatırladır insana. Deyir, Ramazan təkcə oruç tutmaq üçün fürsət ayı deyil. Ramazan gəlsin, oruç tutum. Yox. Ramazan həm də tanışdıq üçün çox gözəl fürsətdir. Nə ilə tanışdıq? Allahla tanışdıq. Ev yiyəsi ilə tanışdıq. Qonaq eləyib Allah. Deyib, gəl, o vaxtı Peyğəmbərimi aparmışdım öz dərgahıma qonaq. Ona tanış elədim. Qiyaməti də tanış elədim, cənnəti də tanış elədim, cəhənnəmi də tanış elədim. Nə qədər böyük-böyük qüdrətli nişanələrim var, hamısı ilə tanış elədim. Bəndəm, Ramazanda sən mənim qonağımsan. Qonaq çağırmışam ki, gəlin mənim səltənətimlə tanış olasan. Elə bir şahın huzuruna getmirsən, deyirsən, niyə çağırmısan məni? Deyir, elə gəl mənlə bir tanış olaq. Sən mənim gəl mülkümlə, məmləkətimlə, səltənətimlə tanış olaq. Ramazan tanışlıq üçün ən yaxşı fürsətdir. Ona görə hədislərdə var ki, buyurur, orucluğun ən yaxşı faydalarından biri hikmətdir, insanda hikməti gücləndirir. Deyir, bu şəhərin çox mülayim yelləri var, küləkləri var. Şəhərdə küləklər əsərdə, düzdür? Deyir, Ramazan ayında da çox mülayim rəhmət yelləri əsir. Bu yellər kimə dəysə, içindəki kəramət toxumlarını düzərdəcək. Ramazanın rəhmət küləyinin belə bir təsiri var. İnsanın insanlığın yetişdirəcək. Deyir, bu şəhərdə mehribançılıq var, bu şəhərdə sevinc var, səmimiyyət var. Nə gözəl şəhərdir Ramazan şəhərində yaşamaq. Amma deyir, bu şəhərin bəzi sakinləri var, müvəqqətidir, bəzi sakinləri var, daimidir. Yavaş-yavaş sözümü qutarıram. Belə bura gətirmək istəyirdim əsas sözü. Bu şəhərin bəzi sakinləri var, daimidir, bəzi sakinləri var ki, Ramazan qutardı, şəhərdən çıxıb gedərlər öz şəhərlərində yaşamağa. Allah bizi həmişə Ramazan şəhərində yaşayanlardan qərar versin. Biz belə duanı, bunları yazanda zehnimə gəlməmişdi, eləyim. Burada gəldi zehnimə, bu duanı elədim. Ki, Allah bizi Ramazan şəhərində həmişə yaşayanlardan qərar versin. O kəslərdən qərar verməsin ki, bu şəhəri tərk eləyək, gedək. Bəli, bu şəhərin daimi sakinləri var.